Dini dəyərlərlə milli mənəvi dəyərlərin balansı necə qorunmalıdır? Ən mühüm məsələ, hətta bu üzərində işlənəcək, verilişlər hazırlanacaq bir məsələdir. Çünki bizim əslində əcdadımız, biz millət olaraq tarix boyu həqiqətən böyük milli mənəvi dəyərlərə sahib, milli dəyərlərə sahib bir millət olmuşuq. O qədər mükəmməl dəyərlərimiz olub ki, çox üzr istəyirəm izləyicilərimizdən mənim əcdadım insanlığa mədəniyyət öyrədərkən bir çox toplumlar mədəniyyətin mısını dahi bilmirdi. Ona görə də biz bir konferansda hətta vurğulamışdıq. Baxın, mənim əcdadım qadına ana deyib baş tac edərkən, bugün İslam bizimdir deyə özünü övən bəzi İslam cəmiyyətləri qadını diri-diri torpağa bastıracaq bir toplum idi. Və biz daha ondan əvvəl də cəmiyyət olaraq, toplum olaraq qadına ana demiş, baş tac etmiş bir millətik. Bu bizim milli dəyərlərimizdir. Və bu İslamla daha da mükəmməl şəkildə yoğrulmuş, birləşmiş, qadın cənnəti ayaqlarının altına sərdiyimiz bir ana halına gəlmişdir. Ona görə də bizim milli dəyərlərimiz əslində mənəvi dəyərlərimizlə bir bütündür. Adətlərimiz, örflərimiz, hər birinin təməlinə diqqət edərsəniz, İslamda olmasa belə bizim milli olan dəyərimiz əslində təməldə İslama dayanmışdır. İslam aldı.